Allah təbarək və təala Quranda buyurur, siz təqvalı olsunuz, mən kömək eləyəcəm. Siz təqvalı olsunuz, çətin vəziyyətə düşsüz, mən çıxardacağam. Təqvanın sayəsində insan həyatı abad olur. Mən yəttəqillah yec'al lehu məxraca. Hər kəs təqvalı olsa Allah ona çıxış yolu verir. Bəziləri çıxılmaz vəziyyətə düşmüşəm. Çıxılmaz vəziyyət deyilən bir şey yoxdur. Təqva əhli üçün diqqət edin. Hər cəhətdə bu cürdür ya. Fərdi həyatda, məişət həyatında, iqtisadiyyatda, ticarətdə, siyasətdə, ictimai münasibətlərdə, hərbidə. Amma insanda inam lazımdır buna. Allah da baxır. Görür bəndəm qəlbinin dərinliyində həqiqətən mən varam, yoxsa yox. Bu sözdür, Hacı Rüfət deyir bunu. Bu əməldə çətin vəziyyətə düşəndə görəsən həqiqətən məni səsləyir. Təqvası var bunun. Bizim qardaşlar, çətinliyimiz buradadır. Biz yaxşı danışa bilərik, yaxşı paylaşım eləyə bilərik, yaxşı yaza bilərik. Amma gəlir o çətin vəziyyətdə Allahı buraxıb başqa ətəklərdən yapışırıq.